Növbəti qonağımı qarşılayacağım hal-hazırda. İstəyirəm ki, təqdimatını edim. Məhz studiyamızda gördüyünüz dekor, görürsünüz ki, xalça toxunması üçün lazım olan ləvazimatlar var. Özellikle o özünə məxsus bir abu-havası var da, saplar, iplər, bu tablolar. Bütünlükdə bunları bizə başa salacaq, ətraflı məlumat verəcək xalçaçı Ülker Hümmətzadə. Ülker xanım, xoş gəlmişsiniz. Buyurun. Bu xanım hər işdə, göstərirsən işdə. Bu xanım hər işdə, göstərirsən işdə. Belə bir huridən tapılmaz behişdən. Belə bir huridən tapılmaz behişdən. Səhv etmirəmsə, siz bizdə qonaq olmuşsunuz. Bəli, sizdə qonaq olmuşam bir dəfə. Bir dəfə sizə xovsuz xalçaları göstərmişdim. İndi xovlular izah edəcəm. Nə gözəl. Xoş gəlmişsiniz, bir daha səfa gətirmişsiniz. Keçən mövsümdə biz qeyd etmişdik. Bax, proqramımızın və heyətimizin o özəlliyini sevirəm ki, biz heç nəyi unutmuruq. Tarixdə qeyd olunması özəl günləri mütləq qeyd edirik. Bir kiçicik də olsa bizim özümüzə məxsus toxunuşumuz olur həmin günlərə. Bir daha xoş gəldiniz. Xoş Buyurun, gördük. əyləşin. Siz yavaş-yavaş işə başlayın. Nəyi necə eləyəcəksiniz? Mən bizim gözəlimiz Kəmrə xanımdan ifa alandan sonra biz xanım olaraq yaxınlaşacağıq ki, bizə o ilmələri necə atılır, hovu xalça necə toxunur, onu öyrədəsiniz. Heç olmasa məlumatımız olsun. Bəli, bəli, Sabah arasında gedəndə desinlər ki, bu qızın dili var, dilçəyi də var. Ülker xanım, deməli, öncəliklə xalça belə verilir çertyoz olaraq. Əvvəlcə xalçanı biz ideya olaraq, rəngli olaraq çəkirik. Çəkdikdən sonra onu milimetrovka həllini edirik. Burada nümunələr var, sadəcə göstərirəm. Bu eskizidir, milimetrovka həllidir. Bu toxuduğumuz xalçanın özüdür, balacasıdır. İndi yenidən bir dənə də beləsini toxuyuruq. Artıq çeşnişini çəkmişik. Biz ona çeşni deyirik, yəni xalça dilində desək. Yəni, xovluları biz çeşniyə köçürdürük və başlayırıq toxumağa. Baxın, bir söz bilmək istəyirəm. Hər xalçanın elə balaca bir versiyası olmalıdır, yoxsa o mütləq deyil? Mütləq deyil, təbii ki. Siz özünüz seçə bilərsiniz. Məsəl üçün, böyük bir xalça ola bilər, hər hansısa bir fragmenti sizin xoşunuza gələ bilər. Onu özünüz balaca çeşnidə çəkirsiniz, artıq onu burada toxuyursunuz. Yəni, fərqi yoxdur. Bu da sadəcə nümunələrinizdir. Heç görmüsən mükəmmələ ilmə atmaq, xalça toxumaq necə olur? Heç rastına çıxmayıb, hə? Vaxtı olub ki, bu yaz qızın bütün günü o ölkə, bu ölkə, iş, güc, tədbirlər, neynəsin görmüş. Ustalar var da maşallah xanım. Amma yox, maraqlı. Məsələn, bizim elə İsmayıllı tərəfə gedəndə, Lahıcı da, bəli. Yox, mən İsmayıllı klipim çəkiləndə mən indi yadıma düşdü. Yox, çəkilmişəm, xalça muzeyində, orada xalça yeri var. Çünki insan diqqətini çəkir istər-istəməz. Bir göstərin, bax, hovlu xalçanın toxunması üçün necə ilmə atılır, necə olunur, onu biz görək. Bəli. Biz yaxın kadr verə bilirikmi əllərini Ülker xanım? Arxadakı ilməni götürürük, belə saldıq, arxadakı ilməni götürdük, belə İki qat saldıq. eləyib sapı salırıq ora. Və içərisindən belə keçirdirik 2 dənə və kəsirik. Vəssalam. Birincini buraxırıq, ikincini arxadakini götürürük, saldıq, qabaqdakini içəri salırıq. Vəssalam. Qurtardı, getdi. Bu xovludur. Ötən dəfə mən xovsuzu göstərmişdim. Keçirə-keçirə vururduq. Hə, belə bir şeylə, daraq kimi bir şeylə. Bəli, bu həvə ilə vururduq. Hə, belə. Bunlarla axırda biz bitirəndə, sıranı bitirəndən sonra biz sağ-sol ərişləri keçərək beləncə vururuq ki, düz olsun. Aha, yenə bunu vururuq. Düppədüz, xətkeş kimi düz olmalıdır xalçanız. Nə əyri olmalıdır, nə belə, düppədüz. Bu düzləşdirmək üçün Bəli, olan. düzləşdirmək üçündür. Sonra kəsirsiniz deyəsən bunları. Hə, axırda kəsirik. Bax, görürsünüz, kəsmişəm artıq balaca bir xov əmələ gəlibdir. Yenə eyni olur. Hə, eyni olubdur. Kəsində səliqə, əlinin səliqəsi olması önəmlidir. Təbii ki, bunun üçün öyrənmək üçün, bu qədər peşəkar olmaq üçün vaxt, zaman lazımdır. Buyur, Kəmrə, əyləş. Amma hər işin öz peşəkarı. İndi sizin üçün çox asan gəlir kənardan ki, mən məsələn, belə deyək də, kiçik bir xalça, yəni ölçün deyib. Baxın, məsələn, o boyda bir xalçanı neçə günə toxuyursunuz? Görüntüdə gördüyünüz ölçü. Bir ayaqlıq deyək də. Bir ayaqlıq xalçanı hardasa, əgər 2 nəfər toxuyuruqsa 10 günə toxuya bilərik. 2 nəfər toxuyuruqsa. 2 nəfər toxuyanda bəs bir-birinin içinə mane olmur. Yox, əksinə. Biz artıq bir-birimizə öyrəşmişik. Yəni, ona görə biz artıq, bizim eskizimiz də qabağımızdadır. Biz artıq bilirik ki, bundan sonra nə gələcəkdir, bu ilmədən sonra nə gələcəkdir. Bunların hamısı rənglə. Bu bizim elə bir ki, əlifbamızdır. Biz buna baxa-baxa toxuyuruq. Necə model edirlər, paltarın eskizini çəkirlər, sonra eyni tikirlər, siz də eynisiniz. Rəssam elə bir işin asanlaşdırır. Əvvəllər, məsəl üçün, çeşni yox idi.
milimetrovka yox idi. İnsanlar, yəni xanımlar nə gördü məişətdə, onu başladılar toxumağa. Bu çeşni əmələ gələndən sonra xanımlar ikisi yanaşı otururlar, baxırlar çeşniyə nə gəlir, nədən sonra nə gəlir, belə-belə vurur. İlmə, sanki sxemlə toxuyurlar. Bəli, nöqtədən yığırıq sadəcə olaraq. Maşallah sizə. Alqışlayaq Ülkər xanımı. Təşəkkür edirəm. Və